Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuh. Təəssüflər olsun ki, elə bir zamana gəlmişik ki, insanları haqqa dəvət etdiyin zaman hamısı bir ağızdan mənim qəlbim təmizdir deyir. Bəs gəlin görək, Allah-u Teala öz kitabında bu barədə bizə nə deyir? Quran-ı Kərimdə Nisa surəsinin 49-cu ayəsində Allah-u Teala açıq-aşkar bizlərə bəyan edir ki, özlərini təmizə çıxaranları görmədinmi? Əksinə, Allah dilədiyi kimsəni təmizə çıxardar. Odur ki, əziz və dəyərli qardaşlarım və bacılarım, çalışaq qəlbimizin təmizliyinə heç bir zaman güvənib Allahla aramızda olan münasibətlərdə tənbəllik göstərməyək. Bu bizim bu həyatda həqiqi mənada diqqət edəcəyimiz ən önəmli xüsusdur. Allah-u Teala bizi hər yerdə görür, eşidir və hər halımızdan xəbərdardır. O bizə şah damarımızdan belə daha yaxındır.